Demək, ilk sualımız başlayır 7-dən. 7-də deyir ki, Python dilində yazılmış proqramın nəticəsi nə olacaq? A-nın qiyməti 17-dir, B-nin qiyməti 52-dir. Printdə nə var? Printdə bir şey yadda saxlayın ki, printdə mötərizə dırnağın içində verilən ifadə olduğu kimi çapa gedəcək. Bax, printdə burada bax, A nədir? A dırnağın içərisindədir. A dırnağın içərisində demək A olduğu kimi çapa gedəcək. Vergül üstə gəldi dırnağın içərisindədir. Demək, üstə gəldi olduğu kimi gedəcək çapa. Daha sonra B. B dırnağın içində deyilsə, demək B-nin qiymətini istəyir. Yəni, üstə gəl 52. Burada dırnaq içərisində bərabər var. Yəni, bərabər də olduğu kimi gedəcək çapa. Daha sonra da burada nə var? A üstə gəl var dırnağın içərisində. Ona görə A üstə gəldi olduğu kimi çapa gedəcək. Və burada B təkdir. Tək olduğu üçün bir dənə də B çapa gedəcək. Yəni, 52. Bu da olacaq Y variantı. Aydındır Fəqan? B-də B-nin qiymətini üstə gələrmi? Necə? Üstə gəl B olmur. Harda? Sonda. Üstə gəl B. B olması üçün ayan. Bu B gəl burada dırnaq olaydı. Bildin? Sağ olun. Printdə həmişə yadında saxla. Dırnağın içində nə yazılıbsa, o elə o formada çapa gedir. Dırnaq içində olmayan onun qiyməti çapa gedir. Mən indi dırnaq içində A olanda hələ A kimi gedir də belə. Bax, dırnaq içində A-dır. Bax, A kimi getdi çapa. Dırnaq içində üstə gəldi, üstə gəl kimi getdi çapa. Bax, B dırnaq içində deyil, B-nin qiyməti getdi çapa. Dırnaq içində bərabərdir. Bax, bərabər olduğu kimi getdi çapa. Bax, bu hissədə A üstə gəl var ha. Bax, bu budur. Bax, A üstə gəl getdi çapa. Burada təkcə B-dir. Burada da B getdi çapa. B-nin qiyməti daha doğrusu çapa getdi. Aydındır? Mən bildim. Sonra 7 qutardıq. 12. 12-də nə var? 12-də deyir ki, klaviaturadan 5 ədədi daxil edilərsə Python dilində bax, klaviaturadan daxil edilən ədəd 5-dir. Həmişə yadda saxlayın, int input sözü görürsünüzsə, demək klaviaturadan ədəd daxil edilir. Əgər şərtdə daxil edilən ədəd göstərilirsə, həmin ədədlə işləyin. Daxil edilən ədəd yoxdursa, öz-özdən qiymət verirsiniz. Öz-özdən verdiyimiz qiymət həmişə təyinat tipli olur. Variantlarda konkret olaraq cavabı yox, o həmin proqramın nə iş gördüyünü soruşur. Bax, bizdə klaviaturadan 5 daxil edilibsə, demək A-nın qiyməti 5-dir. Bir də 5-i yaxşı yazaq, 6 yoxşadır 5-imiz. Demək, A-nın qiyməti neçədir? 5. B-nin qiyməti neçədir? 3. A-nın qiyməti A üstə gəl 5. Yəni 5 üstə gəl 5. Bu da 10. Artıq A-nın qiyməti 10 oldu. A-nın köhnə qiymətini yaddan çıxart. B-nin qiyməti, A-nın qiyməti vurulsun 5. A-nın qiyməti artıq neçədir? 10-dur. 10 vurulsun 5. Bu da olacaq 50. Artıq B-nin köhnə qiymətini yaddan çıxart. Sonra A-nın qiyməti bərabərdir. A bərabərdir B-yə. A-nın qiyməti 10-dur. 10 da üstünə gəlirəm B-nin qiymətini, yəni 50-ni. Bu da mənə verəcək 60-ı. 60 oldu mu? B-nin qiyməti nədir? Artıq A-nın qiyməti 50-dirsə, artıq A-nın bu qiymətini yaddan çıxart. B-nin qiyməti B üstə gəlsin 2-dir. B-nin qiyməti 50-dir. 50-nin də üstünə 2 gəlsən, bu da mənə verəcək 52. Artıq B-nin köhnə qiymətini yaddan çıxart. O zaman məndə A-nın qiymətini istəyir. A-nın qiyməti 60, B-nin qiyməti də 52. O da oldu C variantı. Aydındır? 13-də. X-in qiyməti 15-dir. Burada nə var? Burada end var. End varsa bir şey fikir. Əgər enddə bir dənə səhv görürsünüzsə, ikinci hala baxmayın. Bax, burada x-in yerinə 15 qoysam, mənə deyir ki, 15-i 2-yə böləndə, həmişə yadda saxlayın, hansısa bir ədədi 2-yə böləndə qalıq 0-dırsa, bu həmin ədədin cüt olduğunu istəyir. Yəni, sənə deyir ki, 15-i 2-yə böləndə qalıq 0 eləyəcək, yəni 15 cüt ədəddir. Nə deyəcəm?
Deyəcəm yox, yəni yanlış. Ənddə bir dənə bax, ənddə bax, təsəvvürlə. Bax, doğru gəlsin, doğru gəlsin, doğru gəlsin. Bir dənə yanlış görən kimi avtomatik bunlar hamısı silinib, cavab elə olacaq yanlış. Artıq mən burada yanlışı gördüyümə görə heç bunu yoxlamaq ehtiyac yoxdur. Halbuki mən bunu yoxlasam, 15-i 3-ə böləndə, 15-i 3-ə böləndə qalıq 0-dır. 0 0-a bərabərdir. Hə, bax, burada doğru aldım, burada yanlış aldım. Yanlış aldığıma görə bu ifadənin ümumi qiyməti oldu yanlış. Burada görsən, bu if bunun içərisindədir. Bunun içərisindədirsə, bax, bu hissə var ha. Bu hissə bu ifindir. Yəni, mən birinci ifdən hə cavabı almalıydım ki, mən bu hissəyə keçə bilim. Mən burada yanlış aldığıma görə bu hissəyə baxmıram. Birbaşa gedirəm iflə eyni sırada duran else-yə. Else-də də məndə istəyir print x. X-in də qiyməti neçədir? 15. Cavab da olacaq 15. Aydındır? Tamam. Sonra 24. 24-də bax, A-nın qiyməti 22, B-nin qiyməti 17-dir. Gəlirəm şərtdə qoyuram yerinə, A-nın qiyməti neçədir? 22. Deyirəm ki, 22 böyükdürmü? 17 bölünsün 22. Ya, 17-nin içində deyir 22 var. 17-nin içində 22 yoxdur da, bu zaman bu mənə verəcək 0. Deyir ki, burada 22 0-dan böyükdürmü? Deyəcəm, hə. Hə olanda mən işləyirəm ifin içini. O zaman bu mənə verəcək A çıxılsın B. Yəni 22 çıxılsın 17. Bu da mənə verəcək 5. Demək 5-i çap elədim. Bax, bu qıraqda çap olunanları yazıram. Bax, bir şey fikir verin. Bu else, bax, bu ifindir. Buradakı elif bunundur. Bu elif də bu else'nindir. Burada fikir verin, burada da if var, burada da if var. Bu iflər bir sırada durduğuna görə bu alt-alta ifdir. Bax, burada alt-alta qaydası yerinə yetirilir. Alt-alta olanda hamısına baxırsınız. Bu ödədir. İstəyir ödənsin, ödənməsin, mütləq buradakini keçməliyəm. Demək, buradan 5 qiymətini aldım. Artıq gəlirəm bu hissəyə. A-nın qiyməti neçədir? 22-dir. Deyirəm, 22 böyükdürmü? B bölünsün 5. Yəni 17 bölünsün 5. 17-ni 5-ə böləndə bu mənə verəcək 3/4. Deyir 22. Böyükdürmü 3/4-dən? Deyəcəm hə. Hə olanda da keçəcəm bax bura. Burada da nə deyir? B çıxılsın A. Yəni 17 çıxılsın 22. 17-dən də 22 çıxanda bu da mənə verəcək -5. Məndə də gəlirəm printdə nə istəyir? B-nin qiymətini istəyir. Bu da eləyəcək -5. Çünki mən B-nin qiymətini bir dənə burada almışam. Bu da elədi -5. Demək, mənim qiymətlərim 1 -5, bir də -5. -5 ilə -5 B variantında. Yox, -5, -5. Əksinə yerdə. Aydındır? Alma. Sonra 23. 23-də klaviaturadan 5 daxil edilərsə. Bax, burada input var. Input yazıcı saxlayın. Klaviaturadan daxil edilmiş sətir tipidir. Mən klaviaturadan, yəni bu 5-i gətirib buraya yazsam, 5 daxil edəndə bu 5 sətir tipində daxil ediləcək. Yəni dırnaq içərisində olacaq. O zaman C-nin qiyməti nə bərabər olacaq? 77 üstə gəl 3 vurulsun A-nın qiyməti, yəni 5. Bax, bu hissə mənə verəcək ədədi, tam ədədi sətrə vuranda ədədin sayı qədər sətr təkrarlanacaq. Yəni olacaq 5, 5, 5, yəni 3 dənə 5. Bunlar da gəlib. Sətirlə sətr toplayanda nə olacaq? Yan-yana yazıram. Yan-yana olacaq 77, 555. Bir dənə gözləyin. Qələm ağardı. Aydındır bu sual?
Aydındır uşaqlar, səs gəlir. Aydın müəllim. Aydın müəllim. Yaxşı. Sonra 33. Otuz üç, 35. Bu 33 əvvəl rəqəmsal dərsində var idi. Səhv etmirəmsə 9-cu sinifdə olmalıdır. Kimlər ki məktəbdə rəqəmsalla dərs keçirsə, onlar da var. Bax, n bərabərdir int input. Bir şey yadda saxlayın inşallah. Bu inputun bu içərisində verilən bu söz var ha. Bu çapa getmir heç vaxt. Bu sadəcə olaraq qeyddir. Yəni sənə qeyd edir ki, yadda salır ki, m-ə verəcəyin ədəd faylın həcmini megabaytlarla daxil edin. Yəni məsələn mən bunu daxil edeyim, tutaq ki 1 megabayt. Faylın həcmi megabaytla daxil edəcəm. N-də də deyir ki, inputun içərisində dırnaq sənsdən verilən, yenə dediyim kimi eləmir, çapda görsənmir. Bax, bu söz görsənməyəcək. Deyir, kartın həcmini gigabaytla göstərin. Bu da olsun 1 gigabayt. Mənə deyir ki, A nəyə bərabərdir? N vurulsun 1024-ə. N-in qiyməti nədir? Yəni 1 gigabayt vurulsun 1024-ə. Bax, 1 gigabaytı 1024-ə vuranda mən hansı ölçü vahidinə keçirəm uşaqlar? Gigabaytı 1024-ə vuranda hansı ölçü var? Megabayt. Megabayt. Yəni bu Terabayt. nə? Bu mənə verəcək 1 megabayt. Düz dedimmi? Bəli. 1 megabayt. Terabayt olur mu? Gigabaytdan aşağı düşəndə bax megabayt, gigabayt, bu da terabayt. Megabaytdan gigabayta gedəndə kiçik ölçü vahidinə, böyük ölçü vahidinə keçəndə bunu bölməliyəm, lap belə şeylə yazaq, 1024-ə. Gigabaytdan da terabayta gedəndə bunu bölməliyəm 1024-ə. Terabaytdan gigabayta gedəndə vurmalıyam 1024-ə. Gigabaytdan megabayta da gedəndə bunu da vurmalıyam 1024-ə. Məndə də burada vurma əməliyyatı yerinə yetirildiyi, n-in də qiyməti nədir? 1 gigabaytdır. 1 gigabaytı 1024-də, yəni 210-a vuranda mənə neçə verəcək? 1 gigabayt verəcək, yoxsa 1024 megabayt verəcək? Hə, uşaqlar? 1 verəcək, yoxsa 1024? 1024. 1024 megabayt. Buna gəlib A-da if-də yerinə yazsam, yoxlasam, if-də bunu yoxlayanda mənə nə verəcək? Bu da mənə verəcək. If-də yoxlasam. A böyükdürmü? A-nın qiyməti nədir? 1024. Yəni 1024 megabayt böyük bərabərdirmi M-la? Yəni 1 megabaytdan. 1024 megabayt 1 megabaytdan böyükdür. Deyəcəm hə. If-dən burada hə cavabını alanda bu hissəni işləyəcəm. Yox cavabını alanda isə else-nin için işləyəcəm. Mən də burada hə cavabını aldığım üçün bu hissəni yerinə yetirəcəm. Bu hissədə nə verir mənə? Bax, mənə verir ki, STR M. STR M nə deməkdir? Yəni, M-in qiyməti 1 megabaytdır. Yəni, dırnaq içərisində 1 megabayt. Üstə gəlinsin, nə? Üstə gəlinsin, megabayt ölçüdə fayl. Yəni, bununla birləşəcək nə? Bununla birləşəcək, bax bu söz, megabayt ölçüdə, çünki dırnaq içərisində olan, olduğu kimi çapa gedəcək. Megabayt ölçüdə fayl. Bax, sətirlə sətiri toplayanda bunlar nə olacaq? Bunlar birləşəcək. Yəni, cavaba gedəcək belə bir ifadə. 1 megabayt ölçüdə sətir, bax, çünki bu da sətir tipidir. Bu da sətir tipidir. Sətirlə sətiri toplayanda bunlar birləşirdi. 1 megabayt ölçüdə, qısa yazdım, megabaytda. 1 megabayt ölçüdə fayl. Daha sonra nə olacaq? Bununla birləşəcək nə? STR-N. STR-N də nə deməkdir? N də 1 gigabayt. Bax, bu N-in qiyməti. Bu da burada gələcək, olacaq 1 gigabayt. Üstə gəlsin nə? 1 gigabayt yaddaş kartına sığacaq. Bunu da yazacağım ki, sətir tipində, bunu birbaşa birləşdirək də. Bu da gəlib olacaq ki, 1 gigabayt Əslində bu sözü iki dəfə təkrarlamağa ehtiyac yoxdur.
Bunu belə yazaq birbaşa. 1 gigabayt yaddaş kartına sığacaq. Bu gedəcək çapa. Məndə cavablarda M-lərlə verilib. Cavablar M-lə verilib. Cavabı niyə M-lə verib? 1 megabayt ölçülü fayl. STR-M 1 megabaytdır. O söz onu birləşəndə nəyi səhv işlədim ha uşaqlar burada? Bir sualın şərtinə baxaq görün nə istədilir məndən. Diri klaviaturadan M və N olaraq hansı ədədlər daxil edilərsə, nəticədə ESC komandasından sonrakı fraqmenti icra olunar. Aha, mənə deyir ki, M və N-ə elə qiymət ver ki, bu hissə yox, bura işləsin. Bax, bura işləsin. Hansı qiymətləri versən? Yəni, təzdən baxaq. Hansı qiymətləri versən, ay uşaqlar, ora işləyər? Bax, bura işləsin. Cavabı yox alın. Yox almaq üçün, bax, yox almaq hardan asılıdır? Bax, bu şərtdən asılıdır. Mən A-nı kiçik bərabərdə M eləməliyəm. A-nın da qiymətini mən çevirməliyəm nəyə? Burada mütləq 1024-ə vuranda, çünki M megabaytdır. Bu megabayt eləyəcək. Mən M-in qiymətini neçə götürsəm səhv sayılar? Bax. Mənim M 2048 olacaq da. 2048? Bəli. Niyə 2048? Şərtə görə M 2084-dür. Bax, mən bir qiyməti verdim N-a. 1 verəndə if işlədim. Düzdür? Mən bura 2 versəm, bu isə mənə verəcək 2048-i. Gəlib burada şərtdə yoxlayacağım ki, A böyük bərabər. Mənə lazımdır ki, mən bu şərti, else hansı şərt işləyəcək? Else işləyəcək bu şərti. A kiçikdir M-dən. Yəni, M-in qiyməti A-nın qiymətindən nə olsun? Kiçik olsun da. Ona işləməli deyil. Bəli, bəli. M daha böyük olsun. Bu megabaytsa. N-ə 2 versəm, bu eləyəcək 2048. N-ə 2 versəm, bu 2048 eləyəcək. O birində M-ə də 2048 isə daha çox verməliyəm. 2084 versəm. Yerdə müəllimə 2084-dür ya. 84 versəm. Mən də onu deyirdim. 2000 bura 84 versəm əgər, bax. 2 gigabaytım nəyə bərabərdir? Bu 2000, bax bu megabayt. 2048 megabayt eləyir. 8 megabayta bərabər, düzdür? Mən burada LCD-də də yoxlamalıyam ki, A kiçikdir M-dən. Yəni burada yoxlayacağam ki, A-nın qiyməti nədir? A-nın qiyməti olacaq burada 2048. Yəni 2048 megabayt, 2048 megabayt kiçikdirmi? M-in qiymətindən. M-in də qiyməti neçədir? M-in də qiyməti 2084 megabayt. 2048 2084-dən kiçikdir. Deyəcəm hə. Hə olanda da LCN üçün işləyəcəm. Və yaxud da əksinə verək. Hə görə verməyək. Bax, bu şərtə görə verək. Yəni, bax, bu şərtə görə. A-nın qiyməti neçə olacaq? A-nın qiyməti 2048 böyük bərabərdir M-in qiymətindən 2084-dən. 2048 2084-dən böyükdür. Deyirəm, yox. Yox olanda
Birbaşa düşürəm ELSA-ya. Məndə burada printləri istəmir. Məndə deyir ki, sən ELSA-ya hansı qiymətlərdə düşərsən, burada bir dənə yeganə düşə biləcəyim ədəddir. Bu bilirsiniz məntiqi nədir? Yəni sən gigabayta elə bir ədəd verməlisən ki, həmin ədədi megabayta çevirəndə bu M-də verdiyi megabaytdan kiçik olsun, balaca olsun. Çünki bir dənə burada ödəyir də. Məsələn, bax bunlar var ha, bu 5 bax, məsələn A variantındakı. Bu gigabaytdır da, N-in qiyməti gigabaytı yaxı. Mən 5-i 1024-ə vursam, bu eləcək 5190 eləməlidir, səhv etmirəmsə. Bax 2048-də nə oldu? N-in qiyməti böyük oldu. Ona görə olmayacaq. Məsələn, bunun qiyməti mənə verəcək 2048-dir. 3 2048-dən kiçikdir. Kiçikdir yox, даже. Böyük bərabərdirmi? Bu da mənə verəcək 3072 megabaytı. Mən sorsam ki, 1024 megabayt 3072 megabaytdan böyükdür, deyəcək, yox, böyükdür yox, даже kiçikdir, deyəcəm hə. Bunların hamısında mən hə cavab alıram. Bax, A-da da hə cavabı alacağam. D-də də hə cavabı alacağam. Burada da hə cavabı alacağım. Burada da hə cavabı alacağım. Bir dənə təkcə yox cavabını aldığım bax Y variantıdır. Aydındır? Aydın deyilsə bir də izahlayayım. Biz tam başa düşmədik. Bir dənə başa salım. Yaxşı olar mənim. Bu sualı. Bax, mənə deyir ki, sualın bir mən şərtini oxumamışdım. Mən birbaşa proqramı işlətdim. Sualda mənə deyir ki, sən nə vaxt ELSA-ya keçərsən? Hansı halda? N-ə hansı qiymət verirsən, sən ELSA-ya keçərsən? Bax, N-ə verdiyim qiymət megabaytdadır. N-ə verdiyim qiyməti gigabaytdadır. Burada da, bax, bu hissə var ha. Bu hissənin məqsədi, bu N-in gigabaytı var. Bax, bura verəcəyim hər hansı bir ədəd var ha, gigabaytda. Burada hər hansı verəcəyim bu megabaytda bu ədəd var ha. Mənə deyir ki, olsa mən bu həmin ədədi 1024-ə vuranda həmin ədədi mən burada çevirəcəm megabayta. Gigabaytı çevirəcəm megabayta. Aydındır? Həmçə onu çevirəndə həmçə burada 1000 neçəsi olacaq. Minliklərlə gedəcək. Çünki 1024-ə vuracam axı. Məsələn, bura ta ki daxil etmişəm 3-ü. 3 daxil etsəm, gətir bura 3 yazsam, 3-ü 1024-ə vursam, bu mənə verəcək 3072. Olacaqmı? Gəlib bu A şərti var ha. A şərtində nə deyir? Deyir, yox, A şərti demir, if-də. A böyük bərabərdirmi M-dan? Bax, A-ya məsəl üçün, bax, bu B variantını işləsəm. Məsələn, M-ə vermişəm 1024. Gətirib A-nın qiymətini qoysam, A-nın qiyməti olacaq 3072, 3 gigabayt. Bu mənə verəcək 3072 megabaytı. Çünki 1024-də vururam. Deyirəm ki, bu böyük bərabərdirmi 1024-dən? Nə deyəcəm? Deyəcəm, hə. Bax, bu bizim B variantımızdır. Daha sonra C variantına işləsəm, bax, C variantına işləsəm, M-in qiyməti olacaq 3 megabayt. N-in də qiyməti bərabər olacaq 2 gigabayta. 2 gigabaytında nə qədərdir? 2048 megabaytdır. Bu artıq bunu megabayta çevirəndə bu artıq A dəyişəninin qiymətidir. Bu da olacaq A-nın qiyməti. Mən də şərtdə desəm ki, A böyük bərabərdirmi M-dən? A-nın qiyməti neçədir? A-nın qiyməti 2048-dir. 2048 megabayt böyük bərabərdirmi 3 megabaytdan? Yenə dedim, hə. Mənə lazımdır ki, mən ELSA-ya keçmək üçün mən alım yox cavabını. Yox cavabını almaq üçün də bir dənə bu qiymətdə yox cavab alacağam. Çünki bu qiymətdə yerinə qoysam, bax, M-in qiyməti 1024. 1024 özü megabaytdır bu. 1024 megabayt. Burada 2 gigabaytdır. O zaman A-nın qiyməti də bərabər olacaq. 2 gigabayt vurulsun 1024-ə. O da olacaq 2048 megabayt. 2048, bax, şərtdə nə deyir mənə? Şərtdə deyir ki, A böyük bərabərdir M-dən. A böyük bərabərdir M deyirsə, A-nın qiyməti neçədir? A-nın qiyməti 2048 megabayt. Böyük bərabərdirmi? M-in qiyməti də neçədir? M-in qiyməti 2084-dür də. 2084 megabayt. Mən soruşuram ki, 2048 megabayt 284 megabaytdan böyükdür. Bir dənə deyirəm, yox. Bir dənə yox cavabını demək uşaqlar, bir dənə ancaq Y variantında alırsınız.
Aydındır? Yəni sualın məntiqi odur ki, uşaqlar, sən M-ə elə bir ədəd verməlisən ki, N-i megabayta çevirəndə həmin ədəddən kiçik olsun, böyük olsun. Məmmə prosta ki, orada 2048 ilə 84 bir-birinə oxşayır deyə adamın başını qarışdırırlar ya orada. Bir yaxın ona baxmamışdım. Elə bildim ki, elə sualın birbaşa printini istəyir. Printini istəyəndə cavab get tam başqa yerə çıxır. Heç variant yox. Çünki cavablara baxdım, gördüm cavablar rəqəmdir. Mən aldığım ifadə idi. Aydındır, başa düşdünüz? Bu da elə cavab Hə, hatta variantla işləyəndə. Amma bu variant yox, açıq sual düşsə, orada çox rəqəm yaza bilərəm mən. Mən məsələn bax özümdən nə rəqəm verə bilərəm? Özümdən məsələn M-ə bax, məsələn buna verərəm 1025 25 megabayt. Buna da verərəm 1 gigabayt. 1 gigabayt da megabayta çevirsəm, bu da eləyəcək 1024 nə megabayt. Mən gəlib burada sual versəm ki, 1025 yox 1025 yox. 1024 megabayt böyük bərabərdirmi 1024-dən? Yox, ikisinə 1024 nə yazdım mən? Bir dəqiqə. Bu 25-dir, hə. 1024 megabayt 1025-dən böyükdür, deyəcəm yox. Yəni burada çox açıq sual düşsə, çox sual cavab ala bilərsən. Sonsuzdur, cavabı qutaran bir şey deyil, tükənən deyil. Amma ona görə variantla işləyəndə birbaşa tapmaq olur. mən belə sual düşər ki, tamam. Belə sual düşsə qapalı sual deyə bu cür düşəcək. Bu cür düşsə düşəcək, amma açıq suala düşməyəcək bu. Belə düşə bilər də variantla. Variantla düşəndə yazmaq olur. Amma açıq sualı sən nə bilirsən o nə tutdu fikrində? Çətin yer olmalı. Əslində belə baxanda çətin sual sayılmır. Sadəcə sualda söz çoxdur da, adam gözünü yorur. Belə baxanda çətin sual deyil. Yəni bundan çətin if elsələr var. Bu neçə idi? 33 35-ə də deyək. A sətri Python'dur. B-dəki language sözü yazılıb. Printə dedi ki, Uper. Uper nə iş görürdü? Uper nə iş görür? Məmmə hamısını böyük yazır. Sınıflar. A sətrini deyir böyük yaz. A sətrini böyük yazsan, hamısını yazacaq böyük. Və yazdı. Print nədir? Printdə mənə deyir ki, printdə sən birinci işləməlisən buranı. Birinci buranı işləyəcəksən. Daha sonra da işləyəcəksən kapitalizi. Deyir ki, A sətri ilə B sətrini birləşdir, arada bir boşluq qoy. Baba görsün boşluq var. Arada boşluq qoy. A sətri nədir? Bax, birinci bu Python sözü getdi çapa, bu heç. A sətri ilə B sətrini birləşdirəndə, yəni bunların ikisini də birləşdirəcək. Cavab çıxdı ki. Mənə verəcək nəyi? Bu mənə verəcək Python. Arada bir dənə boşluq. Daha sonra da language. Aha, sonra kapitalist nə iş görürdü? Kapitalist neyiniz uşaqlar? İlk hərfin böyük yazırdı. Yazmışam. Sadəcə Kamyan, burada iki dənə söz var. Hər sözün başlanğıcı yox. Ümumi başlanğıcı böyük yazacaqsan. Yəni bir dənə burada gəlib Python sözünü başlanğıcda böyük. Bunu belə. Bu qalanların isə balaca yazacaqsan. Çünki bu ifadədir. Bu da hardadır? Bu deyil, bu deyil, bu deyil, bu da deyil. Hələ cavabı elə çıxda şeyində bilinir ki, C variantıdır. 38. Ay, kiməsə aydın olmazsa təkrar soruşsun ha. Demin ki, ay müəllim keçdi, ayıbdır. Heç nə ayıb deyil. Demək, mənə deyir ki, əgər AB üçün daxil edilən ədədlər uyğun olaraq o demək ki, uyğun olaraq 2 və 3. Baxın, birinci A-nın qiyməti daxil olunursa, B-nin qiyməti. Yəni, birinci qiymət 2 gələcək A-ya, ikinci qiymət 3 də gələcək B-yə. Gəldimi? C nə deməkdir? Bu C deməkdir, bax, bu deməkdir. A-nın kvadratı üstəgəl B-nin kvadratı qüvvətdir. Yəni 2-nin kvadratı üstəgəl 3-ün kvadratı 4 üstəgəl 9, o da eləyəcək 13. Demək C-nin qiyməti də 13-dür. Bir dənə özümüz qıraqda yazım bu qiymətləri, çox çaşmayayım. A-nın qiyməti 2. Nə oldu yenə buna? B-nin qiyməti də 3, C-nin qiyməti də oldu 13. Səsim gəlir. Gəlməm. Gəlir. Niyə yazmadım? Qələm o gün neyləmişəmsə, qələmə yox, daha doğrusu digitalizera. İz buraxa yazar.
Nəysə, bu qıraqdan yazacağam. Demək, A-nın qiyməti elədi 2, B-nin qiyməti elədi 3, C-nin qiyməti də 13-dür. Bax, bu qiymətlərə görə işləyəcəksiniz. Bunlar bax, C-nin qiymətini gətir birinci ifdə qoyuram. Bax, bir dənə birinci müəyyən eləyin ki, həmişə birinci iş başlamamışdan qabaq birinci müəyyən eləyin ki, hansı if hansı elsendir. Bax, bu else bu ifindir. Çünki bundan yaxındır və bundan eyni sırada durur. Bax, bununla eyni sıradadır və buna daha yaxındır. Ona görə bu bunundur. Sonra bu if bu elsenə yan-yanadır, yaxındır və bunundur. Və həmçinin də bu da bunundur. Bax, bunları həmişə müəyyən eləyin ki, hansı hansınındır. C-nin qiymətini gətirib qoyacağım yerinə 13. Deyirəm ki, 13 5-ə bərabərdir. Deyirəm, yox. 13 5-ə bərabər deyil. Bərabər deyilsə, demək, bu hissəni işləməli idim nə vaxt? İfdə hə cavabında mən demək bunu keçəcəm else-sinə. Else-yə keçəndə, else-də mənə qarşılayan burada şərt var. Deyir ki, C 10-a bərabərdir. Yəni 13 10-a bərabərdir. 13 10-a bərabərdir uşaqlar. Deyəcəm, yox. Yox olanda keçirəm, bax, demək bu hissəni işləmirəm. Bax, bunu da işləmədik. Keçirəm buradakı else-yə. Burada deyir ki, 13 12-yə bərabərdir. Deyirəm, yox. Demək, ifin içindəki işləmədi. Keçdim həmin ifin else-sinə. Burada da deyir ki, 13 13-ə bərabərdir. Deyirəm, hə. Hə olan kimi işləyəcək. Print 14 və burada else-yə baxmayacaq. Oldu level 14. Aydındır? Bəli, müəllim. Aydın olmasa demir də izah edeyim. Sonra 33 təkrardır. 38 38-i dedik. Burada rəqəmi təkrar yazmışım. 39 yox idi kimdəsə. 39 aydı kimdəsə. Çünki burada yazmışam. İstəsən üstünə xat çəkdim. İzah elədiklərim üstünə xat çəkirəm. Hə, 39 aydı uşaqlar. Kimdəsə. Məndə yoxdur. Yoxdur məndə. Yoxsa keçəm 43-ə. Çünki üstündən xat çəkdim. Bilmədim. 39-u da oxşadı. 43. Təyinat. Ən sevdiyim suallardan. Təyinat çox işləyin uşaqlar. Bacardığınız qədər təyinat işləyin. Təkrarı qayıdan təyinat. Çünki təyinat çoxlu işləyəndə artıq proqramın nə işlədiyi sizdə formalaşacaq və siz proqram quranda çox rahat olacaqsınız üçün. Yoxsa birbaşa proqram qurmağa geçsəz çətin olacaq. İçindən çıxa bilməyəcəksiniz. Deyir, klaviaturadan daxil edilmiş rəqəmləri müxtəlif olan 3 rəqəmli ədəd. Rəqəmlərin müxtəlif olan ədəd, yəni fərqli olsun. Həmçinin var yadını saxlayın. Klaviaturadan hər hansı bir ədəd daxil edəndə çalışın 3 dənə ədəd daxil edin. 3 rəqəmli ədəd olsun. Öz rəqəmlər fərqli olsun. Tək, cüt, tək və yaxud da cüt, tək. Yəni tərkibində həm tək ədəd olsun, həm də cüt ədəd olsun. Məsələn, daxil edirəm 123-ü. 123-də görsən tək ədəd də var, cüt ədəd də var. Gəlirəm burada A-ya. Həmişə yadda saxlayın. Hansısa bir ədədi faizlə 10-a böləndə həmin ədədin sonuncu rəqəmini götürür. Yəni 123-ü faizlə 10-a böləndə qalıq neçə eləyəcək? Qalıq həmin ədədin sonuncu rəqəmidir. Yəni bu cavab 3-dür. B də nəyə bərabər olur? B-də də bir şey yadda saxlayın. Bax, bu həmişə götürəcək sonuncunu. Sonuncu. Bu götürəcək ikincini. Bu isə götürür birincini. Bax, birinci ədədi götürəcək. Bunu hardan bilirəm? Çünki bunu praktika elədikcə hər dəfə görəcəksiniz ki, bu sonuncu ədədi götürür. 123-ü 10-a böləndə bu mənə verəcək 12. 12-nin də qalıqla 10-a böləndə bu da mənə verdi 2. Gördünüz, şalaba ikincini götürdü. Daha sonra C-də də olacaq 123-ü tam şəkildə 100-ə böləndə 123 içində 100 neçə dəfədir? Bu da oldu 1 dəfə. Demək, mənim qiymətlərim A-nın qiyməti oldu 3 dəfə, B-nin qiyməti oldu 2 dəfə, C-nin də qiyməti oldu 1 dəfə. 1 dəfə yox, 1. Gəldim if-ə. İfdə mənə deyir ki, bax, nə şərt qoyub? Deyir, A, yəni 3, böyükdürmü 2-dən, and 3 böyükdür 1-dən. Bu imtahanda çox düşür bu sual. Stasiyya kimi çox düşür. Deyir, 3 2-dən böyükdür.
3 2-dən böyükdürmü? Nə deyirəm? Deyirəm doğru. Bəs 3 1-dən böyükdürmü? Deyirəm doğru. Doğru oldusa, demək gedirəm hara? End olanda bu da mənə cavab verəcək doğru. Doğru olanda demək işləyəcəm bu hissəni. O zaman M-in qiyməti də bərabərdir A-ya. A da bərabərdir nəyə? 3-ə. O zaman nə Elifə baxacam, hər cavabını aldığıma görə, nə də Elsəyə baxacam. Birbaşa gedəcəm M-ə, M də daxil etdi 3-ü. İndi bura fikir verin. Mən daxil etmişdim 123-ü, cavaba çıxdı 3. Nə əlaqəsi var bu 123 ilə 3-ün? Özü gözü rəqəmlərdə Ən böyük verilmiş ədədin rəqəmləri içərisində olan ən böyüyü çap elədi. Aydındır? bəli. A variantı. 44-dür. 44 elbi qəbul sualıdır. Belə tanış gəlir bu. Deyir ki, A və B ədədləri üçün uyğun olaraq 16 və 4 qiymətlər daxil edilib. Yəni, A-nın qiyməti 16-dır, B-nin qiyməti də 4-dür. Bu da nə deməkdir? Qüvvətdə 2-də 1 olmaq, yəni kök altında A deməkdir. Bu da mənə verəcək nəyi? Bu da mənə verəcək kök altında 16-nı. Kök altında 16 da mənə verir 4. Bu da mənə nə deməkdir? Bu isə vurmadır. Yəni, B vurulsun 2-də 1 deməkdir. Yəni, 4 vurulsun 2-də 1. Bu da mənə verəcək 2. Artıq A-nın bu köhnə qiymətlər yaddan çıxdı. Demək, A-nın qiyməti oldu 4, B-nin qiyməti artıq oldu 2. Getdim if-ə. If-də məndən nə deyir? If-də məndən istəyir ki, A-nın qiyməti 4-dür. 4 böyükdürmü 2-dən? Or. Həmçinin də deyir 4-ü deyir 2-yə böləndə. Qalıq 0 eləyir. 4 2-dən böyükdür. Deyirəm, bəli, doğrudur. Və 4-ü 2-yə böləndə qalıq 0 eləyir. Deyirəm, doğrudur. Or olduğu üçün elə cavab da olacaq doğru. Doğru olanda demək keçirəm hara? Bax, hər cavabını alanda keçirəm bura. Bura keçəndə demək buradan nə işləyəcək? B-də nə deyəcək? B-nin qiymətlərini qoyacam yerinə, A-nı B-nin. Deyəcəm 4, üstə gəl 2. 4-ün üstə 2 gələndə eləyəcək 6. 6 ondan böyükdür. Nə deyirəm? Deyirəm, yox. Yox olduğu üçün keçirəm Elsəyə. Elsəyə keçəndə deyəcək 4-ün üstünə gəl 2-ni. Bu da mənə verəcək 6-nı. Uşaqlar, buradakı if-dən mən hər cavab aldığı üçün, bax, bu bunun else if-idir. Bax, bu if-in də else-si, bax, budur. Bax, mən A-nı işlədim. A-nın yeni qiyməti orada oldu neçə? 6. Bir dənə bura fikir verin. Bax, A üstə gəl 3 var. Bu A üstə gəl 3, baba bu hissənin başlanğıcından eyni sıradadır. Yəni, bu hissə var, bax, bu hesablama. Nə if-dən asılıdır, nə else-dən. Yəni, həmişə işləyəcək. İstir if işləsin, istir e. Bu heç birinin asılı deyil. Deyirsiniz, orada nə inirsə eləyin. Printə düşməmişdən, bax, birinci məni işlə, sonra gəl printə düş. Ona görə də A-nın qiyməti neçədir? A-nın qiyməti olacaq 6. 6-nın da üstünə 3 gələndə bu da verəcək mənə 9. Bir dəqiqə, sadəcə olaraq mən bir dənə səhvə harada getdim? Burada vurma işarəsi var və bölmə var. Burada mən alacaqdım 2.0-ı. Bax, burada 2.0-dır. Burada da həmişə yadda saxlayın. Bir də adi bölmə var. Adi bölmə həmişə yadda saxlayın floatdır. Bir adi bölmə, bir də kök altı ifadədə. Hər ikisindən, bax, məsələn, burada da mən 4.0 almalıyam. Burada da 2.0 almalıyam. O hissələ detallara həmişə fikir verirsiniz. Aydındır? Həmişə kök altı ifadə və adi bölmə həmişə həqiqi ədəd verir. Amma faizdir, tam bölmədir. Bunlar tam ədədlər verir. Ona görə bu olacaq 9.0. Y variantı. Yadda qalar o dediyim. Ona görə də bax, bu videonu sonradan belə oturun, baxın, qabağınıza qoyun bir dənə qeyd dəftəriniz. Mən dediyim o hissələri özü üçün qeyd edin orada. Mütləq dərsi sonradan bir dəfə baxın. Bu neçə idi? 44, 8-də 50, 50-yə. O yerinə baxanda suala özünüz işləyin. Gözləməyin. Bax, məsələn, mən bu sualı işləmişəm. Birinci başda özün işləməyin. Hansı sualı izah edirəmsə. Özün işlə. Sonra bax gör, düzcə almısan, yoxsa səhv almısan. Səhv almısansa, izaha qulaq as. Ona görəcəksən ki, səndə nə qədər irəliləyiş olur. Demək, klaviaturadan daxil edilib 33 qiyməti. Demək, x-in qiyməti demək 33 imiş. Gəldik burada şərtə.
Şərtə gələndə x-in yerinə qoyacağam 33-ü. Həmçində burada x-in yerinə qoyacağam 33-ü. 33-ü 10-a böləndə tam şəkildə cavab neçə eləyir? 33-ü 10-a böləndə bu mənə verəcək 3. Deyir 3 2-dən. Demək buradan alıram. Alıram ki 3 böyükdür 2-dən and 33-ü 3-ə böləndə qalıq 0 eləyir. 33-ü 3-ə böləndə 11, qalıq da 0 eləyir. Ona görə deyim ki 0 da 0-a bərabərdirmi? 3 2-dən böyükdür, doğru. 0 0-dan böyükdür, doğru. And olduğu üçün ümumi cavabda olacaq, doğru. Doğru olduğum üçün mən keçəcəm bax bu hissəyə. Bu hissəyə keçəndə gələcəm birinci F-ə. X-in yerinə qoyacağam 33-ü. Uşaqlar, faiz 2 bərabərdir 0 nə demək idi? Necə ədədi göstərirdi bizə? Cüt ədədi göstərir. Mən deyir ki, 33-ə 2-yə böləndə qalıq 0 eləyir. Yəni 33 cüt ədəddir. Nə deyəcəm? Deyəcəm yanlış. Bax, bu isə verir mənə yanlışı. Yanlış, or. Bəs deyir 33-ü 5-ə böləndə qalıq 1 eləyir. 33-ü 5-ə böləndə qalıq neçə eləyir? Qalıq eləyir 3. Demək, bu da yanlış. Yanlışla yanlış mənə verəcək yanlışı. Elifə düşürük. Keçəcəm elifə. Elifə keçəndə nə edir? Deyir 33-ü 5-ə böləndə. 33-ü 5-ə böləndə qalıq 0 eləyir. 33-ü 5-ə böləndə cavab eləyir 3. 3 0-a bərabərdir. Deyəcəm yox. O yox olduğu üçün print də işləmədi. Buradakı elif bu ifin idi. Bu elsə də bu elifin idi. Mən sadəcə olaraq birincidən hər cavabını aldığım üçün artıq bunlara baxmayacağım. Baba, bunlara baxmırsınız. Birbaşa gedirsiniz iflərlə bir sırada olan x-a. Burada da olacaq ki, x üstə gəl 10, x-in qiyməti neçədir? 33. 33-ün də üstünə 10 gələndə, bu da mənə verəcək neçə? 43. Demək, cavab eləyəcək 43. C variantı. Aydındır? Aydın oldu mu? Bəli. Aydındır müəllimə. Əla. Soram 51. 51-də deyir ki, klaviaturadan 50 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsi müəyyən edin. Demək, A-nın qiyməti nədir? 50-dir. 50-dirsə, gətirib qiymətləri yerinə qoysam, deyirəm 50 ondan böyükdür, deyirəm doğru. Bəs deyirəm 50 50-dən səhvdir, deyirəm 50 50-dən kiçikdir, deyirəm yanlış. And olduğu üçün bir dənə yanlışı gördüyü üçün cavabı deyəcək yanlışdır. Demək, printə keçmədim. Keçdim elifə. Elifə keçəndə deyirəm ki, 50 bir dəqiqə, bunu yaxşı yazaq, ailəm qarşıda burada bir-birinə. 50 60-dan kiçikdir, deyirəm doğru. Deyirəm, bəs 50 50-dən böyükdür, deyirəm yanlış. And olduğu üçün birbaşa cavabı deyir ki, yanlışdır. Demək, print də işləmədi. Keçdim ikinci elifə. Eliflərdə belə deyir ki, əgər bir elif ödəmirsə, növbətiyə keç. Əgər ödürsə, dayan, stop elə. Burada da deyirəm ki, 50 50-dən böyükdür, deyirəm doğru. Bəs deyirəm 50-ni 10-a böləndə qalıq 0 eləyir. 50-ni 10-a böləndə qalıq neçə eləyəcək? Qalıq eləyəcək 0. Ona görə bu da doğru. Or olduğu üçün, yəni or oldu olmadı, lap and olsun. İki dənə doğru həmişə mənə hər halda, istir and-də, istir onda həmişə mənə doğru verəcək. Doğru verəndə gedirəm hara? Gedirəm printə. Printdə də nə deyir? Deyir, A-nın üstünə 2 gəl. A-nın qiyməti də 50-dir. 50-nin də üstünə 2 gələndə bu da mənə verəcək 52. Və print olduğu üçün 52 də gedəcək çapa, cavab eləyəcək Y variantı. Başa düşdünüzmü? Sualı verəm. Başa düşdük? Bəli. Bəli, müəllim, bəli. 51-dən sonra gəldik 56-ya. X-in qiyməti 7, Y-in qiyməti nəyə bərabərdir? Y-in qiyməti 7 çıxılsın 2, 7-dən 2 çıxanda 5. X-in yeni qiyməti nə olacaq? X, yəni 7 üstə gəl, 5 vurulsun 3.
15 də gəl 7, bu da eləcək 22. Artıq Y-ın köhnə qiymətini sildik. C də nəyə bərabər olacaq? X-in qiyməti demək 7-dir. Yo, bir dəqiqə. Mən burada X-in qiymətini almışam. X-in qiymətini almışamsa, demək, bunu silirəm. Bunları götürürəm. Demək, mənim X-imin qiyməti 22-dir. Y-ımın da qiyməti 5-dir. Bu da deyəcək ki, 22, üstə gəlsin 5, 22-nin də üstə 5 gələndə eləyəcək 27. Demək, C-nin də qiyməti bərabər oldu 27-yə. Gəlirəm şərtə. Şərtdə deyir ki, X 30-dan kiçikdir, 22 kiçikdirmi 30-dan? 22 30-dan kiçikdir, uşaqlar. Hə? Bəli, müəllim. Hə, 22 30-dan kiçikdir, deyəcəm hə. Hə olanda gedirəm, demək bu hissəni işləyəcəm. Bax, bu else, bu ifin idi. Burada da y nəyə bərabər olacaq? Y də bərabər olacaq. Y-ın qiyməti demək bizə 5 idi. 5-in üstünə 5 gələcəm. Bu da mənə verəcək 10. Keçirəm növbəti ifə, çünki bu iflər bir-birinin içindədir. Bu isə də mənə verəcək ki, Y-ın qiyməti 5-dir. Yox, Y-ın qiyməti daha 10-dur. Deyəcəm ki, 10 10-dan kiçikdir. 10 10-dan kiçikdir. Deyəcəm yox. Yox olduğu üçün C işləməyəcək. Keçəcəm else-yə. Else-də də C-nin qiyməti neçədir? 27-dir. 27-nin də üstünə 3 gələcəm. Bu da verəcək mənə 30-u. 30-u verəndən sonra fikir verin, buradakı C var. Ha, baba bu C. Bu heç bir şərtdən asılı deyil. Bu hər zaman işləyəcək. Ona görə də C-nin üstünə 5 gələndə, yəni 30-un üstünə gələcəksiniz 5-i, 30-un üstünə 5 gələndə eləyəcək 35. Cavab olacaq A variantı. Aydındır? Soram 59. Qiymətləri götürmədim ki. Deyir, qiymətlər uyğun olaraq 5, 8, 4-dür. Yəni 5, 8, bir də 4-dür. Bax, gəlirəm birinci hala. Birinci halda deyir ki, A böyükdürmü B-dən? Yəni 8 böyükdür 4-dən. Daha sonra N, A böyükdür N-dən. Yəni 8 böyükdürmü 5-dən? Bax, burada nə deyəcəm? 8 4-dən böyükdür, deyirəm doğru. 8 5-dən böyükdür, deyirəm doğru. N olduğu üçün ümumi cavab da eləyəcək doğru. Doğru olanda printdə nə verəcəm? Printdə gedəcək, A üstə gəlinsin, yəni 8, üstə gəlsin B vurulsun N. Yəni 5 vurulsun 4, bu da eləyəcək 28. Demək 28-i bax verdim çapa, bu bir qıraqda. Keçirəm növbəti, çünki bu iflər bir-birinin altında dayanıb, yəni heç biri bir-birindən asılı deyil. Burada deyir ki, A böyükdürmü B-dən? 8 böyükdür 4-dən, or A böyükdür N-dən. A böyükdür N nədir? Yəni 8 böyükdür 5-dən. Bir dəqiqə, hər eyni şərtdir də hələ. Eyni şərt olduğu üçün bu da doğrudur, bu da doğrudur. Orla birləşdiyi üçün lap əla, deyəcək elə ümumiyyət hər şey doğrudur. Doğru olanda demək printlə nə verəcək? A-nın qiyməti 8-dir. 8 vurulsun, N-in qiyməti 5, üstə gəlsin B-nin qiyməti 4. Bu da mənə verəcək 44-dür. Demək 44-ü də verdim çapa. Bu else bu ifindir.
Ona görə də məndə bu hissə işlədiyinə görə bu hissəyə baxmayacağam. Cavablarım olacaq 28 və 44. O da A variantıdır. Aydındır? Bəli, müəllimə. Soram 62. Aynen. Python dilində yazılmış proqram icrası zamanı klaviaturadan B simvolu daxil edilərsə, demək buradan daxil edilən B simvolu printlə, inputla daxil edilibsə, uşaqlar həmişə yadda saxlayın ki, inputla daxil edilən dəyişən həmişə sətir tipində olur. Əgər mən onu tam ədədə çevirmək istəyirəmsə, inputun qabağına gətirib mütləq yazmalıyam nəyi? Nəyi yazmalıyam ədədə çevirmək üçün? Int. Int yazmalıyam. Demək, bax, question'ın qiyməti B-dir. B-nin də qiyməti, bu qiyməti G-dir. Bax, bunu yerinə gətirib yazacağım B-ni, B sətrini. B sətri deyir bərabərdirmi? Nəyə? G-yə. Yəni deyir ki, bu hərfi G-yə bərabərdir, yəni eynidir bunlar. Nə deyəcəm? Deyəcəm yox. Yox olduğu üçün alqoritm sözü çapa getmədi. Keçdim Elifə. Elifdə nə deyir? Deyir, question'ın qiyməti nədir? Question'ın qiyməti B-dir. Deyir, yaxşı, B bərabərdirmi G-yə? B G-yə bərabərdir. Nə deyəcəm? Yenə deyirəm, yox. Yox olduğu üçün proqram da çapa getməyəcək. Keçəcəm növbəti Elifə. Növbəti Elifə gedəndə question nədir? B-dir. B deyir, bərabərdirmi B-yə? Çünki bu sətir tipində olduğu üçün özün yazdım. Amma burada görürsünüz, bu sətir tipində deyil, adi dəyişən kimidir. Dırnaq içərisində olanda birbaşa özün götürün. Dırnaq yox, sərbəst haldasa dəyişənin adıdır. Deyir, B, B-yə bərabərdir. Deyirəm, hə. Hə olduğu üçün burada budaqlanma sözü çapa getdi. Elif olduğu üçün, əgər bu elif ödədisə, bax, bu ödəmədi, keçdim bura. Bu ödəndisə, artıq bunlara baxmağa ehtiyac yoxdur. Cavab olacaq budaqlanma. D variantı. Bir də sualı göstərirəm, baxın. Aydındır? 65. Ən sevdiyim sual, xoşum gəlir bu sualdan. İf istəyirəm, bu sual da xoşum gəlir. Bir də and or olan suallar var, onlardan çox xoşum gəlir məntiqli suallardan. Bizə deyir ki, Python dilində tərtib olunmuş proqram 10 dəfə icra olunarsa, uşaqlar bu suallar imtahana düşürmə ehtimalı çox olan suallardır. 2023-də düşmüşdü bu, 2025-də düşmüşdü, daha çox düşəndir. Çünki uşaqlar ən çox səhvi burada eləyirlər. Necə düz işləyirlər, sayanda səhv sayırlar. Bizə deyir ki, proqram Python dilində tərtib olunmuş proqram 10 dəfə icra olunarkən ardıcıl olaraq x və y dəyişənləri üçün bu verilən ifadələr, yəni koordinatlar daxil edilib. Deyir, bu ədədlər cütləri daxil edilərsə, proqramın icrası nəticəsində neçə dəfə B çap olunar? Bu sadə sualdır. Bunun qəlizi deyil. Bunun qəlizi indi şeyləsin, vaxtçasını nəticə qəlizini göstərəcəm. Mənə deyir ki, B nə qədər çap olunar? B harada da uşaqlar? B else-dədir, düzdür? Yəni mən bu şərti almamalıyam. Aydınmı? Z-nin qiyməti həmişə 2-dir, standart olaraq. 2-ni yazdım bura. Yəni mənə nə olmalıdır? Bax, else nə deməkdir? If-in əksidir də. If-in əksi nə deməkdir? Bax, burada şərti qoyum qabağına. Elə bir ki, bax, o CD-ki kimi verilənlər bazasındadır ki, bunun qabağına əksi nə deməkdir? Bir not qoysam. Demək, bu olacaq, x böyük bərabərdir 2-dən. Orun da əksi mənə verəcək and. Həmçinin də y da kiçik bərabər olacaq 9-dan. Bir sənə sual verirəm ki, x 2-dən kiçikdir. Deyirsən ki, yox. Yaxşı, bəs x 2-dən kiçik deyilsə nədir? Bizdə 3 dənə hal var. Ya böyükdür, ya bərabərdir, ya da kiçikdir. Əgər bundan kiçik deyilsə, o zaman nədir? O zaman ya böyükdür, ya da ki, bərabərdir. İkisi bir yerdədir. Yaxşı, gəl indi bax, bu şərti qoyuram, bax, bu qırağa. Deyirəm ki, məndə nə olmalıdır? X-in qiyməti 2-dən mütləq böyük, bərabər olmalıdır. Yəni, 2-dən başlayaraq, bu nə deməkdir? 2-dən başlayaraq müsbət sonsuzluğa getməlidir. Özü nəyin qiyməti getməlidir? X-ların qiyməti. Bax, X-ların qiyməti belə getməlidir. Həmçinin də and
Burada deyir ki, y böyük olmalıdır 9-dan. Demək, mənim x-larımın qiyməti 2-dən müsbət sonsuzluğa qədər getməlidir. Y-larımın qiyməti də ki, 10-dan müsbət sonsuzluğa. Çünki burada kiçik, böyük bərabər də olduğu üçün 2-nin özünə aid elədim. Demək, mənim qiymətlərim x üçün 2-dən başlamalıdır, y də ondan başlayıb getməlidir. Birinci qiymətlərin x-in qiymətidir, ikinci qiymətlərin y-in qiymətidir. Bax, birinci halda burada nə var? Özü end olduğu üçün həm bura düz olmalıdır, həm də bura düz olmalıdır. Biri səhv olanda avtomatik cavab səhv gələcək. Bax, bura birinci koordinata baxın. Birinci koordinat 1, 10-dur. Bax, birinci koordinat 1 və 10-dur. Gətirib yerinə qoysam, bax, məndə nə verəcək? Bu olacaq 1, bu da olacaq 10. Baxıram ki, 1 2-dən böyük bərabərdir, yox. Deyəcəm, yalandır. Bəs 10 9-dan böyükdür, deyəcəm, həm düzdür. Ənddə demişik, bir dənə yalan varsa, ümumi cavab səhvdir. Ona görə bu birinci koordinat uyğun gəlmir. Çünki mənim qiymətlərim, x-larım 2-dən böyük olmalıdır. 2-dən yox, daha 1-dən böyük olmalıdır. Y-in qiymətləri 9-dan böyük olmalıdır. Bax, bu 9 ödəmir y-ı. Çünki y-ı biz demişik ki, ondan başlamalıdır. Ona görə bu da səhvdir. Sonra 3 mənfi 5, xeyr, ödəmir. 5 mənfi 7 ödəmir. 2, 10, bəli, ödəyir. Demək, ödədi 2 və 10. 0-dan 6 ödəməyəcək. Mənfi 16 ilə mənfi 13 ödəməyəcək. 8 ilə 13 heç birini ödəmir. 24 ilə 0. 24 x ödəyir, amma y ödəmədiyi üçün. 11 ilə 15 də hər ikisini də ödəyir. Demək, burada cəmi 2 dənə qiymətdə 2, 10, bir də ki 11 ilə 15 qiymətində mən B-ni çap eləyərəm. Demək, B-nin qiyməti çap olunacaq 65-də 2 dəfə. Nə qədər cavab almışım, heç variantda yoxdur. Bir dənə təzədən təkrar baxaq suala. Sualı təzədən qeyd edək. Bir dənə sualı yenidən baxaq. Z-in qiyməti nə idi? Z-in qiyməti 2 idi. X-in qiyməti 2-dən kiçik olmalıdır. Amma əksini mən götürməliyəm 2-dən böyük olsun. Həmçinin də Y-in qiyməti də Y-ı səhv götürmüşdüm orada. Bax, X-in qiyməti böyük bərabər olmalıdır 2-dən. Həmçinin də Y-in qiyməti də kiçik bərabər olmalıdır 9-dan. Y-in şərtini dəyişməmişdim mən. Fikir yadınızdadır, uşaqlar. Y-in şərti necə var, elə saxlamışdım. Ona görə səhv çıxmışdı. Aha, demək, mənim X-imin qiymətlər, X-im almalıdır 2-dən müsbət sonsuzluğa qədər. Y-im də almalıdır mənfi sonsuzluqdan 9-a qədər. İndi alınacaq. Birinci qiymətdə 1 və 10 var. 1 və 10 heç bir şərti ödəmir. Ona görə götürmürəm. İkincidə bax, 2 və 9. Bu birinci qiymət X-indir, ikinci qiymət Y-indir. 2 və 9 hər ikisini ödəyir. Demək, 2 və 9-u götürdüm. 3 və mənfi 5 hər ikisini ödəyir. 5 və mənfi 7 hər ikisini ödədi. 2 və 10 ödəmədi. X ödəyir, Y ödəmir. 0 və 6 X ödəmir, Y ödəyir. Ona görə məndə end olduğu üçün X ödəməlidir. Mənfi 16 da mənfi 13. Mənfi 13 Y ödəyir, amma X ödəmir. Ona görə götürməyəcəm. 8 ilə 3, bəli, hər ikisini də ödəyir, götürdüm. 24 ilə 0, hər ikisini ödəyir, götürəcəm. 11 ilə 15 ödəmir, götürməyəcəm. Demək, 1, 2, 3, 4, 5 dənə. C variantı. Aydındır? Başa düşdük? Bəli. Bəli. Bir dənə də baxaq sualı görək, səhv getməmişik. 1, 2, 3, 4, 5 dənə. X-in qiyməti 2-dən böyük olmalıdır. Y-in də qiyməti 4-dən kiçik, 9-dan kiçik olmalıdır. Bu ödədi, bu da ödədi, bu da ödədi. 8 ilə 3 hər ikisini ödədi. 24 ilə 0 hər ikisini ödədi. 11, 15 ödəməyəcək. 2 ilə 10 ödəməyəcək. 0 ilə 6 yox ödəməyəcək. Vəsiyo 5 dənə.
Sonra nə yazmışdıq? Biz bura 67. Dört tane onu götürmüşüm. Bax, birinci burada if ilə else-lər qeyd edin ki, hansındır. Bax, bu else bu ifindir. Bu bunundur, bu da bunundur. Bax, bunlar bir-birindən asılı deyil. Bax, bu hissə edib ki, ayrıdır. Baxın, bu bir ayrıdır ifin içidir. Bu da bir ayrıca bir ifin içidir. Qiymətləri qoyuram burada yerinə. Deyir ki, 25-i tam şəkildə 7-yə bölsəm, və o da fərqlidir. B-nin qiyməti neçədir? 54. 54-ü faizlə 7-yə bölsəm. Bax, 25-i 7-yə bölsəm tam neçə eləyəcək? Bu eləyəcək 3. 3 fərqlidirmi? 54-ü də 7-yə bölsəm qalıq eləyəcək 5. 5 eləyəcək də. Deyir, 3 5-dən fərqlidir. Nə deyəcəm? Deyəcəm, hə. Hə olduğu üçün işləyəcəm, bax, bu hissəni. Demək, else olan hissəyə baxmayacam. C-nin qiyməti 8-dir. Burada da eləyəcək neçə? 8 üstə gəl. A-nın qiyməti neçədir? A-nın qiyməti 25-dir. 25 bölünsün 8. Bu da mənə verəcək? Bu da verəcək 8 üstə gəl. 25-i 8-ə böləndə qalıq eləyəcək 1. Bu da mənə verəcək 9. Artıq C-nin qiyməti oldu 9. C-nin qiyməti 9-sa, artıq mən burada C-nin 9 qiymətinə görə yoxlayacağam. Keçdim ikinci ifə. İkinci ifə keçəndə A-nın qiyməti neçədir? 25-dir. Deyir, 25 9-dan böyük olsun. Həmçinin də deyir, 9 B-dən də böyük olsun. Yəni 54-dən böyük olsun. Baxıram ki, 25 9-dan böyükdür. Yox, 25 9-dan böyükdür deyirəm, hə. Amma 9 54-dən böyükdür deyirəm, yox. Bir dənə yox sözünü gördüyümə görə ümumi cavab gedəcək yox. Ona görə də bu hissəyə baxmıram. Keçirəm elifə. Elifə keçəndə deyir ki, A-nı 10-a böləndə aldığın tam ədəd 7-dən böyük olsun. Yəni 25-i 10-a böləndə aldığın ədəd 7-dən böyük olsun. 25-i 10-a böləndə neçə eləyəcək? 2. Deyir ki, 7-dən böyükdür. Deyirəm, yox. Yox olduğu üçün keçirəm else-yə. Else-yə keçəndə C-nin qiyməti 10 oldu artıq. Artıq 9 qiymətini yaddan çıxartdı. C-nin də qiyməti neçədir? 10 çıxılsın, A-nın qiyməti 25. Ondan da 25 çıxanda eləyəcək mənfi 15. Demək, cavab olacaq C variantı. Aydındır? Bəli. Sonra 60-lar qutardı, keçdik 70-lərə. Altı dənə sualımız qaldı. E-nin qiyməti mənfi 33-dür. Demək, E-nin qiyməti mənfi 33-dür. ABC nə deməkdir? ABC moduldur. Deyir, modul içərisində mənfi 33 mənə nə verəcək? Bu mənə verir müsbət 33-ü. Gəlirəm birinci şərtdə yerinə qoyuram. Birinci şərtdə yerinə qoyanda deyir 33-ü deyirsən 3-ə bölsən, sən aldığın cavab qalıqda, yəni 0-dan fərqli olsun. Həmçinin də 33-ü faizlə 2-yə böləndə Fəridə, 32 faizlə 2-yə böləndə cavab 0-sa, bu necə ədəddir? Necə yəni? Bax, hansı bir ədədi 2-yə böləndə qalıq 0-sa, bu necə ədəddir? Təkdir, cütlü? Hə, elə cütdür. Aha, bu cütlü. Buna baxın, birbaşa belə tapmaq olur. Deyir, 33-ü 3-ə böləndə qalıq neçə eləyir? 33-ü 3-ə böləndə sənin qalığın eləyəcək 0. Deyir, 0 0-dan fərqlidir. Deyirəm, nə? Deyirəm, yox. Yox. Yaxşı, indi ümidimiz qaldı bir dənə bura. Görə bura deyəcəkmi?
33 deyir tək ədəddir. Tək yox, daha cüt ədəddir. Deyirəm bir dənə də yox. Yox, 2 dənə yoxlar birləşəcək. Mənə verəcək nəyi? Deyəcək yox. Yəni deyir səhvdir. Səhvdirsə, bu isə 33 3-ə bölündə qalıq sıfırdan fərqlidir. 33 düzədir. Hə, bu isə işləməsi üçün gərək mən burada if-dən hə cavabı alardım. Mən də aldım yox cavabı. Yox cavabı aldığıma görə keçəcəm bura print-ə. Print-də də LCD nəyə çap eləyəcəm? Print LCD çaplayacağım. 3. Demək cavabım da eləyəcək 3. Rahat. Gördünüz ki, o hissəyə keçməyə ehtiyac olmadı. Aydındır? Bəli. Soram 85. %85-də demək nədir? A-nın qiyməti də verilib, B-nin qiyməti də verilib. Deyir mənə get cavabı tap. Görək cavabımız neçə gələcək. Birinci şərtdə nə olacaq? A çıxılsın B. Yəni 5 çıxılsın -5. Deyir 5-dən -5 çıxanda 0 eləyir. 5-dən -5 çıxanda mənə cavab verəcək 10. Deyir 10 da 0-dan böyükdürmü? 10 0-dan böyükdür deyirəm, bəli. Bəli deyirsə, artıq keçirəm hara? Keçirəm hə cavabını alanda bura keçirəm. Artıq bura baxmırsınız. Keçirəm birinci ifə. Özü buradakı ifləri fikir verin. Buradakı iflər alt-alta iflərdir. Yəni hamısını sən yoxlayacaqsan. Əgər bu if sonuncu if ödəməsə LC-yə baxacaqsan. B çıxılsın A. Yəni -5 çıxılsın 5 böyükdürmü 0-dan? -5-dən 5 çıxanda bu eləyəcək -10. -10 0-dan böyükdür deyəcəm yox. Yox olduğu üçün bir çapa getməyəcək. Keçdim ikinciyə. A üstə gəlsin B. 5 üstə gəlinsin -5. Deyir 5-in üstünə -5 gəndə 0 eləyir. 5-in üstünə -5 gəndə 0 eləyir. 0 0-dan böyükdür deyəcəm yox. Yox olduğu üçün print də çapa getməyəcək. Keçdim növbəti ifə. Deyir A üstə gəlinsin B. 5 üstə gəl -5 böyük bərabərdir. Böyük bərabərdirsə 5-in üstünə -5 gələndə bax bu mənə verəcək 0. 0 0-dan böyük deyil, amma bərabərdir. Bərabər olduğu üçün deyəcəm hə. Hə olan kimi çapa gedəcək. Yenə print 3. Cavab eləyəcək 3. Aydındır? Soram 89. Aha. Sevdiğim sorulardı. Bizdə nə deyir? Məmnun. Python dilində yazılmış proqram 9 dəfə icra edilərsə, dəyişənləri üçün növbə ilə aşağıdakı dəyərlər daxil edilmişdir. 9 dəfə icra edilir. Deyir, proqram nəticəsində neçə dəfə hə cavabını alarıq? Hə cavabı hardadır? Hə cavabı if-in içindədir. Öz if-in içində bura fikir verin. Bunlar nədir? Bunlar and-dir. Yəni, burada elə bir qayda var ki, bax, nə deyir sana? Nəysə faizlə 2-yə bölmək həmin ədədin cüt olduğu deməkdir. Deyir ki, mənə, bax, yadda saxlayın. S 5-dən böyük olsun. T 6-dan böyük olsun və S və T-ni toplayanda cüt olsun. Hələ gəlin birinci cüt olduğuna görə yoxlayaq. Ən rahatı. Cüt olduğu, çünki bu əddə elə bir şey var ki, səndə gərək hər 3 halda doğru olmalıdır ki, ümumi cavab doğru olsun. Yəni cütlüyünə görə tez yoxlayaq. 12-nin üstünə 14 gələndə cüt eləyir. 11-in üstünə 7 gələndə 18 cüt eləyir. 1-in üstünə 12 gələndə eləyir neçə? Eləyir 13, demək təkdir. Bu getdi. 11-in üstünə 12 gələndə 23 eləyir, təkdir, olmayacaq. 11-in üstünə -11-in üstünə -12 gələndə eləyəcək -23, təkdir, olmayacaq. 10-un üstünə 12 gələndə cütdür. -12-nin üstünə 11 gələndə eləyəcək -3, təkdir, ödəməyəcək. 10-un üstünə 10 gələndə 20 cütdür. 10-un üstünə 6 gələndə demək nədir? Cütdür. Cütə görə yoxladıq, qaldıq indi digər hallarımız. Digər hallarımız deyir ki, birinci qiymətlərimiz 5-dən böyük olsun, ikincilər 6-dan böyük olsun. Birinci qiymət 12 və 14 hər ikisi ödəyir. 11 və 7 də hər ikisi də ödəyir. Sonra keçdik 10 və 17 hər ikisi ödədi. 10 ilə 10 ödədi, amma 10 ilə 6 ödəmədi. 10 ilə 6 burada ödəmədi. Yəni 6 6-dan böyükdür, deyirəm yox. Neçə dəfə olacaq? Bu neçə dəfə olacaq? 1 dəfə, 2 dəfə, 1, 2, 3, 4 dəfə. 89-da eləyəcək cavab neçə? 4 dəfə. Aydındır?
Uşaqlar bu tipləri çox işləyin. Aydındır hamıya? Bəli, müəllimə. Əla. Qanun getdi. Doxsan bir, 93, 98. Doxsan bir qəbul sualıdır. Səhv etmirəmsə 2023-də qəbullaşmışdı. Biraz keçəndən sonra qəbullaşdı bizim. Python qurtarandan sonra sınavlara başlayırıq. Güclü sınavlara başlayacaq. Yaxşı, hər dərs ən azı 3 dənə sınaq verəcəm sizə. Python bitəndən sonra. Keçdik hara? Bax, A-nın qiyməti 6-dır, B-nin qiyməti 1-dir, C-nin qiyməti 4-dür, M-in də qiyməti A-ya bərabərdir, yəni 6-dır. Gəlin birinci şərtə deyir, B A-dan kiçikdir, yəni 1 kiçikdirmi 6-dan? Deyirəm, hə. Hə olan kimi E-nin qiyməti bərabər olacaq B-yə, yəni E-nin qiyməti oldu B. Sonra keçdim ikinci şərtə. Deyir, C N-dən kiçikdir, yəni 4. N var heç bizdə. Hə, N var da 1. Hə, C 4 1-dən kiçikdir. Nə deyirəm? Deyirəm, yox. Yox olduğu üçün N C-nin qiymətini almadı. Keçdim, çünki bu iflər alt-alta if olduğu üçün hamısını yoxlayacaqsınız. Buradakı bunun qiymətidir. LCS-dir, bu da onun LCS-dir. Keçdim üçüncü ifə. A M-dən kiçikdirmi? Yəni 6 kiçikdirmi 6-dan? And A-nın qiyməti 6-dır. 6 bəs böyükdürmü 1-dən? 6 1-dən böyükdür? Bəli. Bəs 6 6-dan kiçikdir? Yanlışdır. And olduğu üçün cavab da olacaq nə? Yanlış. Yanlış olduğu üçün mən A-ya bərabər eləməyəcəm. Keçdim else if. Else if nə deməkdir ay uşaqlar? Else if nə idi? Hə? Else if nə deməkdir? Elif tamam. Elifdir də, hə, elif. Gəldik bura. Mənə nə deyir? B kiçikdir M-dən. Yəni 1 kiçikdirmi 6-dan? Daha sonra and B böyükdürmü N-dən? B neçədir? 1-də. 1 böyükdürmü 1-dən? 1 6-dan kiçikdir. Bəli. 1 1-dən böyükdür, yanlışdır. And olduğu üçün ümumi cavab da olacaq nə? Ümumi cavab da olacaq yanlış. Keçirəm else-yə. Else-yə keçəndə deyir R bərabərdir C-yə. R-in qiyməti bərabər C-yə, yəni 4-ə. Demək, R-in qiyməti oldu 4, M-in qiyməti elə 6-dır, N-in də qiyməti 1-dir. Keçirəm indi bu hissəni işləməyə. 1 vurulsun M-in qiymətinə də 6. 6 vurulsun 100, üstə gəlinsin. R nə idi? 4. 4 vurulsun 10, o da üstə gəlsin 1. Bu da mənə neçə verəcək? Bu da mənə verdi 641. Demək, Y-in cavabı elədir 641. Z-in də cavabı neçə eləyəcək? N-in qiyməti 1-dir. 1 vurulsun 100, üstə gəlinsin. R-in də qiyməti 4-dür. 4 vurulsun 10, üstə gəlinsin 6. O da 146-dır. Demək, Z-in də qiyməti 146-dır. Bu da 146-dırsa, Y üstə gəl Z də nəyə bərabər olacaq? Y üstə gəlsin Z. Yəni 641 üstə gəlsin 146. Bunları da toplayanda eləyəcək 7. Sonra 8, 7. 787. Hə? Səhv eləmədim hesablamada. Cavab 787. Başa düşdük? Tamam. 93. Əla sualdır. Bu sualı yaza bilən olub. Kimlər yazıb bu sualı? Bu sualı kim qeydləmişdi mənim üçün? Kim yazmışdı? Hə, uşaqlar? Heç kəs. Deyəsə mən özüm qeydləmişim. İsmail yazmışdı.
Onu hamı siz yazmışsınız bu sualı. Hə, müəllimə, sualı səhv yazan deyirsə mən idim, mən Düz yazmışdım. yazanlar. Kimler düz yazmıştı? Demek ki İsmail'den başka hamı düz yazıb. Kimi zahiyər mənim yerimə düz yazanlar? Yox, mən dedi səhv. Heç düz qeydləməmişdi axı. Proqramın nəticəsi deyir 1 olar. Mhm. 1 olması üçün nə işləməlidir? Print 1. Yəni if. Yəni else işləməsin. Bunu müəyyən elədik. Bunu müəyyən elədiksə, demək baxırıq nəyə? Uşaqlar, baxın, if-də nə şərt qoyub? Deyir, n 45-dən böyük olmalıdır. And n də 63-dən kiçik olmalıdır. Mənə bir dənə deyin görək, n hansı aralıqda qiymətlər alsa şərt ödənir? 46-62. Yəni 46-dan 46-dır. ta neçəyə qədər? 62. 62-yə qədər. Bu qiymətlərin hamısında print 1 verəcək. Mənə dedi ki, n dəyişən hansı ən böyük 3 rəqəmli ədədir. İmtahana gedəndə, sınağa gedəndə həmişə bu detalları özünüz üçün qeyd edin şərtlərdə. Uşaq bir də görsən gəlir, ən böyük sözünü görmədimi, 3 rəqəmlini görmədimi, olmazı görmədim, deyili görmədim. Həmişə uşaqların görmədiyi bunlar olur. Həm kitabda sənindir də, əlindən almayacaqlar ki, yəni onları dairəyə aldı özünçə. Dairəyə aldı, sən onu görəcəksən. Dairəyə almadınsa fikir verməyəcəksən. Məndə burada nə var? İndi gəlin başdan baxaq. N-in hər hansı bir qiymət verəcək. Hər hansı bir qiymət verəcək. Öz 3 rəqəmli deyirsə, məsələn, qoy bu 3 rəqəmli ədədi mən götürüm ABC kimi. Bax, bu 3 rəqəmli ədəd. Bu nə deməkdir? Biz demişdik ki, faiz onun nə deməkdir? Sonuncu qiyməti götürür. Elə bir ki, baxın, ABC-ni, qoy bir dənə qıraqda yazaq da. Elə ki, ABC-ni mən əgər faizlə 10-a bölsəm və bu ABC-dən tam şəkildə 10-a bölsəm nə verəcək mənə? Faizlə 10 sonuncu qiyməti götürür, yəni C çıxılsın. Tamla 10-a bölməkdə 2 qiymətini istəyir. Yəni sonuncu qiymətindən ilk 2 qiymətini çıxacaqsan. Aydındır? Özü təbii ki, bu 1 rəqəmli, 2 rəqəmli çıxdığı üçün sənin ədədin mənfi olacaq. Mənfi olacaq deyə, bu da özünü sığortalamaq üçün gətir burada ABC-ni yazıb. Yəni bunu da deyirsən, bu C çıxılsın, bu AB qiyməti var. Bax burada C çıxılsın AB qiymətini deyir. Gəl sal modula ki, müsbət qiymət versin. Çünki N-in ödəyəcəyi qiymətlər müsbət qiymətlərdir. Aydındır? Yaxşı. İndi mən hansı ən böyük qiymət versəm, təbii ki, ən böyük qiyməti mən alaram harda? 62-də. Düzdürmü uşaqlar? Yəni mən buradan var ha, nə vaxt 62 qiyməti alaram. Hansı ədəddən hansı ədədə çıxsam 62 alaram. Hansı ən böyük 3 rəqəmli ədəddir? Ən böyük 3 rəqəmli ədədim mənim neçədir? Ən böyük 3 rəqəmli ədədim 999-dur. Düzdür? Heç ona fikir vermə. Hansı 2 rəqəmli ədəddən, hansı ən böyük 2 rəqəmli ədəddən çıxsam, bir rəqəmli ədədə çıxsam 62 alaram. Sizcə neçə çıxsam? 71-dən çox. Bir rəqəmli ədədim var, ya 0 olar, ya 1 olar, ya 2 olar, 3 olar, 4 olar, 5, 6. Ən böyük deyənə 9-u götürürük, tamam mı? 7, 8, 9 olar. Düzdür? Bax, 0-dan 62 çıxsam 62 eləyər. Və yaxud da 1-dən 63 çıxsam, 2-dən 60 çıxsam, 60 yox, 64 çıxsam. 3-dən 67 çıxsam, bəs 9-dan da nə çıxsam? 9-dan da 73 çıxsam. 73. Bir dəqiqə, yəni çalışdım. 73-dən 9 çıxsam, 73 yox, 72 çıxsam. 72 çıxsam olurdu uşaqlar. 71. Mən 71. 71, beynim dayanıb. 1-dən 9. 62 deyə, mən fikrim qalbi 63 deyə, 63 axtarıram. 62-dir bu. Deyirəm axı, canlar. 9-dan 71 çıxsam, cavab alaram 62. Düzdür? Bax, bunları birləşdirən nədir? Bax, bu son 2 rəqəmdir. Bura fikir verin uşaqlar. Bax, ABC ədədi var idi ya. Bax, ABC. Baxın, son 2 rəqəmdən, yox, ilk 2 rəqəmdən sonuncu rəqəm çıxır. Elə bilin ki, bu C-dir. Bunlar da AB-dir. Bax, bunları birləşdirsəm, bu mənə verəcək 631. Bunları birləşdirsəm, mənə verəcək 642-ni, amma bunu birləşdirsəm, baba, buradakı rəqəmləri birləşdirsəm,
Bu mənə verəcək 719-u. Ona görə də daxil təsəvvür edin 631 bölükdür. Yoxsa 719, təbii ki 719 götürəcəksiniz. Ona görə bunun da cavabı eləyəcək 719. Çətindir indi. Maraqlı sualdır, amma çətin sual deyil biraz. İlk dəfə üçün çətindir, amma çox inşallah. Səhvlərimizi dönə-dönə işləyir. Ümumiyyətlə buradakı da izahlar var ha. Belə seçmə sualları, belə suallarınız maraqlı suallar idi, amma istəyərdim ki, bunları hamısını düz yazasınız. Bu videonu təzədən bir də qoyacaqsınız qabağınıza, qəşəng baxacaqsınız, işləyəcəksiniz. Oldu mu? Sonra 98. %98-də nə deyir? Deyir, uyğunluğu müəyyən eləyən. Eləyək də. Eləyək. İşimiz nədir? Bunu elə götürüm ki, aşağıda düşsün ki, müəyyən eləyək. Demək, bax, x-in qiyməti neçədir? 15-dir. Z-in qiyməti nədir? X üstə gəl 15-dir. Yəni 15 üstə gəl 18. 15 üstə 18 gələndə eləyəcək neçə? 33. X-in də qiyməti nə olacaq? Z çıxılsın 5. Z-in qiyməti neçə oldu? 33. 33 çıxılsın 5. O da bərabərdir. 33-dən 5 çıxanda eləyəcək neçə? Eləyəcək 28. Düzdür? Z də nəyə bərabərdir? X bölünsün 4-ə. X-in qiyməti artıq 15 deyil, X-in qiyməti artıq 28-dir. Demək, 28-i tam şəkildə 4-ə böləndə mənə verəcək neçə? 7. Demək, bunun cavabı elədi 7. Demək, 1 oldu B. Keçdik bura. C bərabərdir X-a, yəni 6-ya. X də bərabərdir Y çıxılsın 2. Yəni 5 çıxılsın 2, bu da oldu 3. Y də bərabərdir. C vurulsun X-a. Yəni 6 vurulsun. Artıq X-in qiyməti 6-dir. Bir dənə bu hissəni fikir verin ki, uşaqlar, köhnə qiymət, yeni qiymət alanda köhnə qiyməti silin. Köhnə qiymətini işləməyin. C vurulsun X, 6 vurulsun X-in qiyməti 3-dür. O da eləyəcək 18. Yəni 2-yə də getdi Y. C-nin qiyməti X-in qiymətidir. Yəni 20-dir. X-in də qiyməti burada neçə eləyəcək? X-in də qiyməti eləyəcək. Y neçədir? 11. 11 çıxılsın 2, üstə gəlinsin 20. 11-dən 2 çıxanda eləyəcək 9. 9-un üstünə 20 gələndə eləyəcək 29. Burada da eləyəcək, artıq 20 qiyməti yaddan çıxdı. C-nin qiyməti 20-dir. 20 üstə gəlinsin 11, çıxılsın 29. Mənfi 9, o da 1. Bax, 21. 21 yox, da 31. 31-dən də 29 çıxanda bu da verəcək mənə 2, yəni bu da eləyəcək 3. Demək 1-ə B, 2-yə Y, 3-ə də A. Aydındır? Bəli, müəllim. Başa düşdünüz hamısını? Bəli, müəllim, bəli.